Sabahınız xeyir olsun əziz izləyicilər bir daha. Yenə Kamran qardaşınız başlayır səyahətə. Demək əzizlərim, açığı İsmailliyə biz maşın tapa bilmədik, yer dolub. Başlanğıcdan bir 5 manat ziyandayıq. Amma məncə maraqlı olacaq. Qofe içə-içə xanımlara təbrik eləyir. Qofe də gedir axı. Mənim əzizlərim, artıq biz gəlmişik İsmailliyıq. Uşaqlar, bir dənə qəşəng qar yağır. Baxın, görürsünüz, yavaş-yavaş, narın-narın, bir dənə qəşəng qar yağır bura. Azərbaycanın hansısa bir kəndində hiss edirəm. Adınızı təqdim edə bilərsiniz, yoxsa istəmirsiniz? Aha, qar yağmışdı o qədər deyirsiniz? Yox, İvanovda выше İsmailov, Nastoy. Aha, başa düşdüm, başa düşdüm. Çox sağ olun, minnətlərim. Abi, açığı, mən rus dilini bilmirəm, prosta bilmədim xanımın yanında niyə aha başa düşdüm dedim həqiqətən də. Maraqlıdır, görürsən Malakanlar Novuz bayramı keçirdir, kafamda deli sorular. Nənə də olsun, yəni gedər deyə bir çəkiliş elədik, nənə orada ipər edərdi, biz də. Nənə, bunu nətər eləyirsən, qalan alaram. Görürsünüz, orada su pərsidir bu, bu da bir dənə dovşandır, dovşan. Belə sırf uşaqlar deyilənlərə görə Maşa İmelveddəki canavarlar buradaymış. Amma bilmirsiniz Azərbaycan dilini? Eviyə. Sağ olun. Sağ olun. Demək bu canavarları siz bəsləyirsiniz Aydaya. Siz istəyirəm? Sivakova Galina. Çox gözəl. Mən sizi təbrik edirəm bir daha Qadınlar Bayramı münasibətilə və siz çox şirinsiniz və çox gözəl görsənirsiniz. Sizi çox istəyirəm. Çok sağ olun. Sağ ol. Я дирем женщинам всем поздравляю с 8 mart'ın. Çox sağ olun, təşəkkür edirəm. Nəticədə bir dönəmin ən böyük imperiyasının təsərrüfat, kənd təsərrüfat işlərini məhz elə bu xanımlar görürdü. Belə necə hiss edib baxdıq. Xeyir olsun, bir də görüşək Daycan üstündən. Çox sağ olun, minnətdaram. Daycan, aha. Sizin çox gözəl. Mənim adım Kamrandır, şad oldum mən sizə. Çox sağ olun, minnətdaram. Hər vaxtınız xeyir olsun qardaş. Burada yaşayan bir insan olub yəqin ki. Ay, sağ olun. Maşallah. Belə Şevçenko. Də oranı yaxınlaşdıraq. Heydər Əliyev limanının üstündə sənə bir. Səsimizə səs verdi. İnə idi qardaşım o. Hazırlaş gedirik qardaşım. Tapdın abi. 7 dənə var. Shorts da var. Yavaş-yavaş populyarlaşırıq. 36-cı adam Rahil qardaşımızdır. Rahil düz 37-cini gözləyirəm. Sabahınız xeyir olsun əziz izləyicilər bir daha. Yenə Kamran qardaşınız başlayır səyahətə. Səhər tezdən hamı işə gedəndə mən də cəmi cümlətən bir dənə istirahətim var. Onu istifadə eləyirəm. Gedirəm rayonlarımızı gəzməyə. Bugün inşallah istiqamətimiz İsmaillidir. Gedəcəyik İsmailliyə. Görək İsmaillidə vəziyyət necədir? Eşitdiyim qədərilə Qəbələyə artıq qar yağıbdır. Havalar bir balaca orada soyuqdur. Başda hava pis deyil. Yaxşıdır. Quşların səsi də gəlir. Hiss olunur yavaş-yavaş yazın gəlişi. Novruz gəlir, yaz gəlir mahnısı. İvanovkaya getmək istəyirəm. İsmailin çoxdur gözəl yerləri. Bildiyim qədərilə məsəl üçün Lahacda olmuşam. Baskal da gözəl yerdir. Ətrafında olan başqa kəndlər də var ki, çox gözəl yerlərdir. Amma mənim elə bir informasiyam yoxdur. İvanovkanı maraqlandım. İnşallah İvanovkaya gedəcəyik bugün. Gərək 6 saat ərzində çalışacağam ki, İvanovkada çəkişlər eləyim. Belə, başlayaq. Görək necə olur. Necə deyərlər? İstiqamət, avtovağzal. Biletim.az-dan maraqlandım. Onlayn bileti maraqlandım. Yer yox idi. Demək əzizlərim, açığı İsmailliyə biz maşın tapa bilmədik. Yer dolub. Dünən mən biletim.az-da baxmışdım. Yer doluydu. Dedim bəlkə burada əla bilsin geri qaytarma falan olur. Tapa bilərəm. Yox, tapa bilmədim. Əslində bir harasa təxmini 7 manata gedəcəkdim, 6 manat 10 qəpik neçə idi. Amma alınmadı. İsmailliyə maşın tapmadığım üçün məcbur Qəbələyə gedəsi oldum. Saat 9-da tərpənirdi İsmailli maşını.
Amma yer olmadığı üçün saat 10-da Qəbələ maşınla gedəcəyik. Belə maşınımız budur. Bir dənə belə qəşəng sprinterimiz var. İnşallah bununla yola düşəcəyik. Hələ saat 9-a qalıb 20 dəqiqə, 1 saat 20 dəqiqə buradayam. Maraqlandım çox yerdən. Dedilər ki, ən yaxşı variant budur. Belə, gözləyək. Qısası əzizlərim, başlanğıcdan bir 5 manat ziyandayıq. Çətinliklə başlayırıqsa maraqlı olacaq deyə fikirləşirəm. Dostlar, demək, özümə bir dənə kofe aldım hal-hazırda. 1 saat vaxtım var da, 1 saatdan çox, 1 saat 5 dəqiqə vaxtım var. Burada biraz oturacağam. Biraz kofe içə-içə xanımlara təbrik eləyim. Bu arada bugün 8 martdır. Beynəlxalq Qadınlar Günüdür. Başda anam olmaqla bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm səmimi qəlbdən. İnşallah ürəyinizdə nə arzu istəyi varsa hamısı reallaşsın. Hər zaman qadın xoşbəxtliyi olsun sizinlə, büdcəniz dolu olsun və hər zaman ruhunuzda günəş açsın, üzünüzdə təbəssüm olsun. Başqa nə arzulayım? Yaxşı ki varsınız siz xanımlar, yaxşı ki varsınız siz qadınlar. Siz bizim həyatımıza, kişilərin həyatına rəng qatan insanlarsınız. Yaxşı ki varsınız. Qofe də gedir axı. Əziz dostlar, mənim əzizlərim, artıq biz gəlmişik İsmailliyıq. Gəldim İsmailliyə. Hal-hazırda bu yolla gedəndə Bakıya doğru istiqamətdir, Bakı istiqamətdir və qarşımda hər videomuzda olduğu kimi bu gün də İsmailliyə da başlanğıc videosunu Şəhidlər Xiyabanından çəkəcəyik və onun qarşısındayım hal-hazırda. Sağ olsun qardaşım, maşınla gəldim. Elə burada informasiya verdi ki, Şəhidlər Xiyabanımız buradadır və mən də gəldim bura çəkiliş eləyək. İnşallah şəhidlərimizin çəkilişini edəndən sonra artıq İvanovka istiqamətində hərəkət eləyəcək. Buradan belə mənzərə var. Buradan düşürük aşağı. Belə şəhidlərə. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. İsmailli şəhərinin, İsmailli rayonunun şəhidlərini ziyarət eləməyə gəlmişik. Belə.
Belə artıq çəkişimizi tamamladıq. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. İnşallah buradan artıq başlayacağıq İvanovkaya getməyə. Belə bir yolun bu hissəsindən qalxanda yuxarı hissəsindən artıq İvanovka kəndinə oradan yoldur. Belə gedək. Demək sağ olsun. Füzuli abinin maşınla gedirik İvanovkaya. Füzuli abi burada taksi işləyir. Taksi ilə məşğuldur. Abi əlavə işin var yoxsa bu əlavə iş, daha doğrusu başqa bir əsas işin var? Hə, çox gözəl, lap yaxşı. Belə 2 gün bekarçılıq olanda taksi ilə məşğul. Taksidən istifadə edirik. Yaxın qardaşlara kömək edirik. Allah köməyin olsun abi. Abi doğma evin buralısan eləmi? İsmaildansan. Biz burada rayonun özündə yaşayıram, amma kəndində də evimiz var bizim. Aha. Elə o Lahaca gedəndə Dağ kəndində evimiz var bizim, orada yaşayırıq. Ay sağ ol. Ailə belə baba yurdu da o. Baba yurdu oradır. Baba yurdu olur. Ay sağ ol. Oradır kökümüz oralıdır. Çox gözəl. Getdiyimiz kəndəki İvanovka kəndi. Aha. Əsasın Malakanlar yaşayır burada. Aha. Bir də Ləzgilər. Ləzgilər. Ləzgilər yaşayır Malakanda. O dediyim kimi sənə də bunlarda özləri elə indinin özünəcən kolxozçılıq dövrü qalıb. O vaxt ay sağ ol. Hə. Təxminən düzdür, dağılmaq üzrədir. Əvvəllər isə bura keçənlərcən demək olar ki, ancaq kolxoz idi burada. İşləyirsən o vaxt kimi kolxoz dövrü gedir. Aha. Füzuli abi belə deyim, bu İvanovkada bildiyim qədərilə bu Malakanlar 200 ildir yaşayırlar. Bəli, onlar 200 ilə yaxındır. çoxdandan gəlib burada yaşayırlar. Aha. Dədə-babalar deyək. İndi sözün düz o dediyim kimi də indi çəşid zamanı özünüz görərsiniz. Əksəriyyət evlərin qapıları bağlıdır. Bunların əksəriyyət düzdür qalanlar var. Hələ ki bir təxminən müəyyən qədər qalıblar. Əksəriyyəti isə kəndi tərk edib gedirlər. Çünki Gedirlər. qayıdırlar. Bəlkə də o köhnə yaşayış yerlərdə deyilmək necə beləncə. Aha. Bura İvanovkaya qalxan yoldur. Ay sağ ol. O qonşu kəndləri idi olursunuz. Burada Talıstan kəndi dediniz bir dənə var. Baskalı bilirəm. Bəli, qədimi yerlər elə bir ki, Baskaldır. Aha. Baskalın özündə də gözəl yerlər var çəkiliş eləmək üçün. Ay sağ ol. Qədimlik orada da qorunub saxlanır. Talısdandadır. Çoxdur burada kəndlər. Aha. Qədimi kəndlər. Məsələn, Talıstan kəndində dediyimiz kimi dağda Qaranohur gölü var. Bir də Cavanşir qalası var. Aha. Beləsi mühitdə ora getmək mümkün deyil də, yağış yağıb deyəndə. Ay sağ ol. Ay sağ ol. Yoxsa mən özüm olmuşam elə bu Cavanşir qalasında. Aha. Qalıqları qalıbdı. Əməlli çıxmışıq biz orada gəzmişik. Qalıqlar indi qədimi abidə kimi qorunur da onlar. Qoruyub saxlayırlar. O Malakanların belə deyim, özlərinin xüsusi bir adət-ənənələri, toyları falan belə bir şey, toylarında maraqlı adətləri varmı? Bilirsən bunlardan abi ümumiyyətlə? Bunların da öz xüsusi adət-ənənələri var. İndi biz düzdür onlardan aralı da olsa, amma gedib olmuşuq da elə bir beləncə. Özlərinə məxsus, özlərinin toyunu özləri eləyirlər, ancaq özləri burada eləyir. Elə bir gəlib rayonda, restoranda çox eləmirlər, özləri eləyir. Öz restoranları var. O dediyim klubda orada böyle restoranlar da var onların. Orada eləyirlər adətən. O klub demək aktiv idi. Bir neçə ildir ki artıq aktiv deyil. Bəli, düzdür. Müəyyən dövlət tədbirlərini keçirdirlər. Amma deyirdim ki, hər axşam diskotek olurdu. Şimdi cavanlar yığışırdı qəşəng. Cavanlar yığışırdı. İndi onlar azaldılıb. Elə bir il ərzində bəzən elə olur ki, bir ya iki dəfə ora yığılırlar da. İvanovkanın taxıl sahələri gözələn həm də genişdir. Bunların əkin sahələri sözün düzün görsəndə bizlərdən fərqlidir. Görürsən necə gözəl əkin sahələri var. Ay sağ ol. Həmin işləridir, qorunması, hər tərəfli bunlar. Sovet vaxtında da səhv eləmirəmsə, bura xüsusi olaraq şeydir belə deyim sizə, Sovet tərəfindən nəzarətdə olur. Ən zəhmətkeş belə deyim, kənd kimi qiymətləndirilmişdir. Buranın əvvəllər Nikitin adına kolxoz olur. Nikitin adına, ay sağ ol. Onu bütün demək olar ki, Moskvadan bəri tanınmış bir yerdə. Bura addellə seçilirmiş o dövrdə. Belə dağların da dumanını çəkək. Azaldıq. Qəşəng səfalı yerlərdir. Bəli, bəli. Gözəl yerlərdir. Görsən kənddən, rayondan da xeyli aralıdır. Məsafəsi bəzən elə olur ki, bura qar yağanda rayona yağmır. Bura hündürlükdür, buranın da gözəl havası var. Ay sağ ol. İndi o evlər də orada Malakan evləri var. Baxırsan ki, hamısı taxtadan tikilib, kərpicdən, o vaxt ki, rusləri saxsın. Rusların üslublarına uyğun olaraq. Ruslarına uyğun tikib.
Abi onlar şərab içirlər, donuz əti deyirlər ümumiyyətlə. Burada olur. Doğrudan. Mən oxuduğuma görə donuz ətindən şərab zad içmirlər, donuz əti yemirlər, şərab içmirlər. Yəqin səhv informasiya. Mənim tanıdığım orada uşaqlar da var sözün orasında. Onlar da namaz qılırlar. Ola bilsin çünki bəlkə o namaz qılanlar o dediyimiz işləri eləmir, amma belə dolu saxlayırdılar. Burada həm özlərinin çaxır istasyon üçün satırlar, olur özlərində. Onda yəqin ki, istifadə edirlər də onlar. Eləyərlər. Yerli əhali, yerli malakanlar da yəni bizim dildə danışa bilirlər yoxsa yox? Əksəriyyəti bilir, bəzən düzdür rusca danışırlar. Biz də onları zaten söhbət edirik belə. Görürsən onlar rusca danışır, amma başa düşürlər, hər şeyi başa düşürlər. Sadəcə olaraq danışmaqları yaxşı danışırlar. Burada dedim, üzümçülük də güclüdür. Üzümçülük əraziləri çox idi buranın. İndi baxırsan ki, əksəriyyəti qocalıb əldən düşüb də belə deyək də. Ay sağ ol. Öz baxa bilmirlər. Baxa bilmirlər, hə. Kolxoz görür deyəndə, həm də indi eşitdiyimdən deyəsən hansısa bir aqro səhmdar cəmiyyət gəlib bura. Taxılçılığı onlar davam elətdirir. Kolxozun gücü belə deyək də təxminən çatmır. Sonuncu ofşim kolxozumuz da yoxa çıxır yavaş-yavaş. Son nəfəsləridir. Demək artıq biz gəlib çıxdıq. Artıq gəlib çatdıq İvanovkaya. Hal-hazırda indi sizə bir maraqlı video göstərəcəm. İvanovkanın girişi baxın belə gördüyünüz kimi şəkildə də Nikitin adına baxın belə İvanovka bələdiyyəsi tərəfindən belə bir şey qoyublar. Giriş qoyublar. Daha doğrusu belə bir abidə var. Nikitin adına kolxoz. Buranın sədri olub, kolxoz sədri olubdu. O şəxsin adına belə bir gözəl və köhnə, sadə bir nə qoyublar? Abidə. İndi buradan girəcək görək maraqlı nələr var. Qabaqda maraqlı bir şeylər var əslində. Və belə bir maraqlı bir şeylər var. İvanovka yazılıb deyəsən. Gidiyor onu da çəkərik. İvanovkadan hamıya salamlar. Uşaqlar, bir dənə qəşəng qar yağır. Baxın, görürsünüz yavaş-yavaş. Narın-narın. Bir dənə qəşəng qar yağır bura. Burada çox maraqlı belə bir şey gördüm. Bir obyektdir yəqin çox güman ki. Belə bir kofe yeridir. Belə qəşəng. Girişini belə düzəldiblər. İndi buranı mən sizin üçün çəkim. Girişində qəşəng velosiped var. Bir də mototsiklımız da var orada. Belə maraqlı. Çox güman gəlib indi oraları çəkəcəm mən. Hələ ki belə iç hissəsi də belədir. Belə mototsiklımız da var burada. Belə maraqlı bir yerdir. İnşallah buradan mərkəzə doğru gedək. İndi sağ olsun Füzuli abi məni aparacaq mərkəzə doğru. Oradan yavaş-yavaş çəkişlərə başlayacaq daha ətraflı. Demək olar ki, adam yoxdur burada amma. Əksəriyyəti, indi deyib, bu da bağlıdır. Görürsən, fikir versən, əksəriyyəti bağlıdır. İndi bəzilərində gəlib bizimkilər alıb, belə deyək də, Bakıdan olanlar da alıb. Amma ruslar da var, yaşayırlar. Dediyim kimi də çox o qədər deyil. Evləri də fikir versən də, Malakandan xüsusi öz evləri var. Bunların tikiliş qaydası, bəzi baxırsan kərpiclə tikilib, taxta ilə tikilib, o qədimi evlər üstün su var. Kirəmitlərlə, kirəmitlərlə tikilib, düzdür. Bunlar da elə ruslardır. İndi bəzi şeylər satırlar, beləncik qoyub çöldür. Ay sağ. Gözəl yer idi, elə bir ki, cəmaat məcbur olub gedib, yoxsa fikir versən burada... Qəşəng evlər falan var əslində. Bunları elə bir rusların bölgü, bunlar təxminən Bakıdan gəlib o pullu insanlar alıb tikirlər. Buraları şey, Əksəriyyəti o. Ay sağ. Məktəblər falan var abi, eləmi? Məktəb də var, gözəlliyi öz yerindədir. İnsanlar yəqin ki, məcburiyyətdən yaşamağa görə əksəriyyəti tərk edib. Mini market. Hala bu mərkəzi küçəsi deyə bunu? Bu mərkəzi isə belədir. Ay sağ ol. Görürsən, burada otel zad. Əsas mərkəz buradır. Otel zad tikiblər, təzə gəlib. Tikiblər bunlar burada. Bu şəhid Ləzgidir, səhvləmirəmsə, yoxsa Azərbaycanın Ləzgidir. Allah rəhmət eləsin. Şirinov Etibar. Allah rəhmət eləsin. Burada marşitdir. Əsas mərkəz buradır. Mərkəz hissə buradır. Buradan ofşim özüm üçün sağa sola gəzim gedim. Sağ olsun Füzuli abi də mənə kömək elədi. Var olsun. Gətirdi İvanovkaya. Nömrəsini də ver ki, nəsə lazım olsa əlaqə saxlayarsan. İndi buradan açığı valla bilmirəm hara gezəcəm, neyiniyəcəm. Gəzəcəm özüm üçün yavaş-yavaş.
şəkil çəkir hə, prosta. Ay. Hə, belə. Gedək görək nə edirik uşaqlar. Açığı gəlmişəm. Xeyirlisindən yaxşı bir şeylər eləməyə çalışacaq görək. Maraqlı bir şeylər çəkməyə çalışacaq. Keçək buradan. Qəşəng qar yağır uşaqlar. Qəşəng bir dənə qar var. Həqiqətən də. Prosta bir balaca nəyə keyfim pozuldu mənim. Bir dənə bu iPhone-da niyə o birisi tərəfə özümü çəkirəm məsəl üçün. Belə niyə o birisi tərəfə çöndərəndə, çöndərmək olmur videonun içində. O biraz adamı narahat eləyir. Açığı. Çox sakitçilikdir, çox maraqlıdır. Belə İvanovka marketimiz var. Qəsəbənin mərkəzi hissəsi sayılır bura, bu hissə. Belə bus station, avtobus. Bu hissə İvanovkanın mərkəzi hissəsidir. Belə bir bizim kruqumuz var. Bu kruqda da bayrağımızı asıblar. Azərbaycan bayrağını. Belə irəliləyək, görək uşaqlar burada nə olacaq. Bəli, əziz dostlar, indi sol tərəfdən irəliləyək. Görək qabağımıza maraqlı nələr çıxacaq, nə edə biləcəyik, nə çəkə biləcəyik. Açıq heç bir fikrim yoxdur həqiqətən də, heç bir fikrim yoxdur. Necə çəkiliş eləyəcəm, buradan da dost tanışımız da yoxdur. Çəkiliş eləmək üçün. Gəzəcəm özüm üçün, görün maraqlı bir şey nə tapa bilərəm mən. Quşların səsini eşidirsiniz. Çox qəşəng səsləri var. Köhnə, baxın, belə Rus mədəniyyətini yansıdan evlərdir. Biraz istəyirsiniz sizə Malakan haqqında informasiya verim. Bildiklərimi indi danışacağım sizin üçün. Demək, Malakan, səhv eləmirəmsə, süd içənlər deməkdir. Bunun başqa bir versiyasında eşitmişdim mən. Amma tam dəqiq bilmədiyim üçün onu deməyəcəm. Nəsə, Malakanlardan bağlı bildiyimiz kimi onlar balaca bir kiçik icmadı məzhəbdir. Necə ki, məsəl üçün, bizlərdə müsəlmanlar İslam dinində yəni iki yerə bölünür. Şiə və sünnilər və başqalar da var təbii ki. İndi mən ən böyük qollarını dedim. Xristianlar da baptistlər, pravoslavlar və Malakanlar da belə deyim, xristian dininin balaca bir məzhəbidir, icmasıdır. Artıq 200 ilə yaxındır ki, onlar burada məskunlaşıblar. Və başqa Gəncə ətrafında da o vaxt olublar, səhv eləmirəmsə. Qars şəhərində də var. Türkiyənin Qars şəhərində də Malakanların izlərinə rastlamaq olur. Onların da ailələr var, yaşayan ailələr var. Və artıq 200 ilə yaxındır ki, Malakanlar Azərbaycanda, İsmayıllı demək, şəhərinin İvanovka qəsəbəsində məskunlaşıblar. Gəlib burada kənd təsərrüfatından məşğul olurlar. Burada onların çoxluğu çox gözəl təsərrüfatları var. Burada təsərrüfatla məşğul olurlar. Qəşəng balları, pendirləri, yağları, əlavə olaraq da arıçılıqla məşğul olurlar. Buğda əkirlər, üzüm yetişdirirlər. Yəni belə, sırf kənd təsərrüfatla məşğul olan çox zəhmətkeş bir millətdir. Slavyan kökənli millətdirlər. Uşaqlar, nağıllardakı kimi qar yağır, çox qəşəng qar yağır. Mən bunu biraz yaxınlaşdırım, sizə göstərim. Buna baxın. Çox qəşəngdir. Eyni vaxtda həm quşlar oxuyur, həm qar yağır, həm də sakitçilikdir. Çox maraqlı bir atmosferdə, ambiyansdayım hal-hazırda. Biraz da özümü çəkeyim uşaqlar. Malakanlarla bağlı bu informasiyaları bilirəm açığı. Əlavə olaraq da onlar, Malakanlar kilsədə ibadət eləmirlər. Onların öz dua evləri var və yaxud da ki, evdə ibadət eləyirlər. Deyəsiniz, donuz əti yeyirlər, şərab içirlər. Çünki gələndə taksidə mən Füzuli abi dedi ki, burada, yəni Malakanlardan olan dostları var onun və onlar donuz da saxlayırlar, yəni şərabçılıqla da məşğuldurlar, şərab içənlər, satanlar da var. Mən açığı bura gələndə YouTube'da baxırdım, Türk kanalları, Türk YouTuberləri çəkmişdi buraları. Azərbaycanlı YouTuberləri o qədər də görmədim çəkiliş eləsinlər. Yəni Azərbaycanlı YouTuberlərin mən videolarında qabağıma çıxmadı.
İki dənə Türk kanalına baxdım. Burada çox qəşəng kadr var. Onu sizə göstərəcəm mən indi uşaqlar. Belə maraqlı bir yerdir. Bura açığı bilmirəm nədir. Bura vaxtilə nə olubdu? Diskoteka deyirdilər. Bilmirəm indi o diskoteka budur yoxsa yox. İndi qabağımıza insanlar çıxsa soruşarıq. Belə bir köhnə tikilidir. Belə bir köhnə tikilidir. Burada 27 sentyabr anım günü belə bir şəhid bulağımız var bizim. Onu da sizə göstərim mən. Gördüyünüz kimi. Allah rəhmət eləsin. Şirinov Etibar Faziloğlu. Mən bu qardaşımızın şəklini görmüşdüm. O birisi digər videoda görmüşdüm. Girişdə də var idi. Gəlin buradan keçək. Oo, dostumuz da var imiş burada. Şirin, nətəysən? Göl yadımdan çıxdı. Belə bir itimiz var. Çox yaxına gedib əsəbləşdirməyim. Hey, spokojna, spokojna. Rus dilində 2-3 dənə söz bilirəm. Onu da istifadə edeyim burada. Gəlin buradan bir şey də göstərim sizə. Burada belə bir park kimi bir yerdir. Bilmirəm tam olaraq. Bura nədir? Qırağında yəni qaçmaq üçün yer var deyəsən, qaçmaq üçün, ya gəzmək üçün yer var. Belə bir göl kimi bir yerdir. Burada olanda özümü necə hiss eləyirəm? Azərbaycanın hansısa bir kəndində hiss eləmirəm. Düz Rusiyada olmamışam. Amma belə deyim sizə, Rusiyanın hansısa bir kəndindəyəm elə bil. Yəni öz mədəniyyətlərini qoruyub saxlaya biliblər. Öz mədəniyyətlərinə sahib çıxırlar. İvanovka kəndi. İvan Perşin adlı bir şəxsin şərəfinə İvanovka adlandırılıbdır. Əhalisinin sayı 3000-4000 nəfərdir. Çox qəşəng bir evin damı var burada. Bu belə bir maraqlı evin damını görürsünüz. Burada isə əkin, biçin olan yerlərdir. Belə balaca şirin tarlaları var. Çox zəhmətkeş millətdilər, malakanlar. Çox zəhmətkeşdilər. Adınızı təqdim edə bilərsiniz, yoxsa istəmirsiniz? Yox. Okey, biraz danışa bilərsiniz bura haqqında. Buranın qeyri-adiliyi nədə var? Bəli? Park. Aha, bura parkı gördük. Luna Park deyirsiniz? Не Луна парк, как аттракцион. Atraksiyonlar. Aha. Те, которые сюда приезжают, это специально для них. Aha. Они готовы, как видите. Aha, başa düşdüm sizi. Siz doğulandan burada yaşayırsınız? Yox, 2015-ci ildə. 2015-ci ildən burada yaşayırsınız. Mən sizi başa düşdüm. Necə, bura əvvəl yəqin Rusiyada olubsunuz, yoxsa necə? Çoxsu burada. Belə sayaq, 60 var, 40 var. Yarısı musulman, yarısı Malakandır. Malakan. Aha, ləzgilər də olur, səhv eləmirəm sizdə. Ləzgilər Azərbaycanlılardır. O birisi tərəfdədirlər. Ay sağ olun. Malakanlar, siz də onda Malakansınız da belədir. Malakan deyilsiniz siz. Я из города. Aha, başa düşdüm mən sizi. Просто в 2014 году я купила дом. Aha. Мне просто пространство понравилось, люди понравились, общение нравилось. То есть то у них свои обычаи, а я к ним не отношусь. Aha, belli. Мне их пространство неинтересно. Maraqlı deyil. Bəs belə bir şey deyim mən sizə. Azərbaycan dilini burada öyrənibsiniz, gəlib öyrənibsiniz də burada yəqin ki. Necə, dilimiz çətin deyil sizə? Yox. Rahatdır. Rus dilinə baxanda rahat olar da. Rus dili çox çətindir. Rus dili çox çətindir həqiqətən də. Mən sizi yolunuzdan eləmirəm. Yox. Yəni tələsmirsiniz harasa, ola bilsin vaxtınızı alıram. Çox sağ olun müsahibə üçün. Təşəkkür edirəm sizə. Bu arada havası buranın çox gözəldir. Çox gözəl havası var buranın həqiqətən. Adama düşmür. Hər adama düşmür. Sizdə necədir? Aha. Bronx. Ciyərlərində. Aha. Это им не подходит. Просто здесь на высоте сырости много. Aha. Постоянный туман. Aha. Düz deyirsiniz. Elə gələndə gördüm ki, Baskalın aşağısı tərəfində, alt tərəfdə qar yağırdı. Çox qar idi, yol duman idi, sis idi, görsənmirdi o qədər də bir şeylər. У нас Исмаилов считать, я не знаю сколько, 2000, по-моему, 50 или 40 на высоте стоит. Aha. Qar yağmışdı o qədər deyirsiniz? Yox. Ha. Ивановка выше Исмаилов настолько. Aha, başa düşdüm. Burada deyirlər ki, əvvəllər diskoteka olubdu. Diskotekalar var idi. Надо вам ко дворцу туда идти. Sağ tərəfdə qalır o. Yuxarı Я getməliyik. сказала, в центр
пойдете, Aha. там дворец культуры. Aha, başa düşdüm mən. Там Amma и свадьбы, там и день рождения, что хотят, то и проводят. Aa, Как сейчас открыты рестораны. aha. Burada qəşəng amma yekə evlər də var, belə maraqlı görünən evlər də var. 3 defa уже satılıb. 3 dəfə satılıb. Охране burada yaşayır. Aha. Bu ev Onlar просто böyüdü. bakırdı. Dən belə göstərim buranı da. Əməlli başlı yekə bir evdir. Belə baxaq. Belə. Kəndin sata bilmir. Hə, satılmır. Nə qədər çox bahadır ki bura? 300 minə satıldı birinci. 300 minə. Aha. İkinci getdi 200 minə. Axırı 150. 150 Sağlıq, mindir. elə də gəlmir. 150 kim almaq istəsə, İvanovkadan ev almaq istəsəz gəlib bunu ala bilərsiniz. Kimdə pul varsa əlbəttə. Malakanların tarixini oxudum gələndə, çox zəhmətkeş millət olubdu və axırıncı deyəsə elə Sovetdən, postsovet ölkələrin içində ən axırıncı kolxozlardan biri də burada qalır. İndi bilmirəm tam olaraq kolxoz. Kolxoz deyəndə də уже, знаешь, Yoxdur. не туда. Aha. Yarı-yarıya da elə belə bir şey. Ay sağ olun. Hə, çünki deyir artıq deyir başqa hansısa bir şirkət götürübdü onların. Çünki yaşlı nəsil artıq işləyə bilmir onlarda. Может, это нельзя говорить, так как русский язык со школ убрали, Aha. молокане стали уезжать. Сейчас 25 семей, Aha. вот начало лета будет, они все через посольство уезжают. Aha, başa düşdüm sizə. Так что здесь, как и сказать, единица какая-то может останется, не знаю. Bildim mən sizə. Salam dostum, salam. Hava çox yaxşıdır. Mən sizin çox vaxtınızı almayım onda xanım. Çox sağ olun mənə müsahibədə köməklik elədiyiniz üçün, iştirak elədiyiniz üçün təşəkkür edirəm sizə. Özünüzdən müğayət olun. Sağ olun, təşəkkür edirəm sizə. Təşəkkürlər, sağ olun. Sağ olun. Mən buradan gedim onda. Yuxarıya doğru gedək, görək nə var orada. Burada o tərəfə çıxacaq. Aha, çox sağ olun, minnətdaram. Abi açığı mən rus dilini bilmirəm. Prosta bilmədim xanımın yanında niyə aha başa düşdüm dedim həqiqətən də. Biraz başa düşürdüm. Mən A1 səviyyəsində heç rus dilim mənim var yoxsa bilmirəm. Mən rus dilini bilmirəm həqiqətən. Belə xanımın da dediklərini müəyyən qədər öz bilik səviyyəmizdə tərcümə eləyəndən sonra təxmini bir də yolda da Füzuli abinin dediklərini nəzərə alsaq, artıq gənc insanlar Qubada Qırmızı qəsəbədə olduğu kimi artıq buradakı gənc insanlar da yerli əhalinin gəncləri gediblər xaricə. Bu arada marağımı çəkən nə var? Küçələr çox təmizdir, kənd olmağına baxmayaraq və asfalt yollardır. Bir də ki, hər bir evin özünün üstündə nömrəsi var. İndi mən onu sizə belə göstərəcəm. Ay qardaş, bu iPhone-da niyə yoxdur belə? Basasan kameranı çöndərəsən. Baxın belə bir şeydir. 36 məsəl üçün. Qabaqda 37-dir ya da 38-dir. Belə nömrələmələr gedir hər iki tərəfdə. Yolun hər iki tərəfindəki evlərdə nömrələmələr var. Belə qəşəng evlər var, gördüyünüz kimi. İmkanlı evlər də var. Əhalisinin sayı 3000-4000 nəfərdir. 1200-1300 nəfəri deyilənlərə görə malakanlardır. Qalan digər əhali isə ləzgilər və Azərbaycanlılardır. İndi başqa millətlər də ola bilər təbii ki. Amma uşaqlar çox qəşəngdir. Mən necə deyim sizə? Çox gözəldir. Yəni bura yayda yəqin ki, cənnət olar da deyə fikirləşirəm. Amma belə bir köhnə evlər də var. Arxamda görürsünüz. Uca yavaş-yavaş tövlələrin iyi vurmağa başlayır. Yüngülvari bir balaca peyin iyi falan gəlir. Hə, inəkdir, keçidir. Onların səslərini də eşidirəm. Belə. Bu arada bu küçə Etibar Şirinov şəhidimizin adınadır. Etibar Şirinov küçəsidir. Allah rəhmət eləsin şəhidimizə. Abi, sakitçilikdir, qəşəngdir. Hər yerdə şam ağacları var. Fikir verirsiniz, arxamda da görürsünüz şam ağacları. Baxıram, bu yerlər bir balaca da mənə yad gəlmir. Niyə? Mən özüm Gürcüstanlı olduğum üçün bizim həm kənd evlərinə də oxşarlığı var, bəzi kənd evlərimizə. Bizi də o vaxt kirəmitlər idi. İndi insanlar yavaş-yavaş artıq vaxt keçdikcə dəyişdirirlər. Evlərin üstünü jeş deyirlər bizdə. İndi bilməm, o yəni belə şey vururlar, dəmir vurdururlar da. Gümüş rəng, onun adını da bilmirəm.
o evlərin, mən də uşaq vaxtı olmuşam, o evləri xatırladır. Yəni kənddə olan bizim evlərimizi xatırladır. Kirəmitlər. Bizim də ev kirəmitli idi. Hə, köhnə üslubda. Bir də Bolnisi. Bolnisi tərəfdə də belə bir şeylər var idi. Hansı ki bizim kənd Bolnisi rayonu nəzdində idi. İnsanlar burada o qədər də gözə dəymirlər. Çoxsu yaşlı insanlardır deyə fikirləşirəm. Elə incə xanımdan da soruşdum. İstəmirdi, üzü çəkilsin, üzü düşsün. Xanım deyir ki, mən yəni ancaq evdə oluram da, elə çörəklə çıxmıram, bir şey eləmirəm. Necə gedir həyat? Soruşacaq bir şey. Yəni, soruşmaq istəyirəm, necə gedir həyat? Nətərdir həyat? Amma görürəm ki, ancaq şam ağaclardır. Məni kimi həqiqətən YouTuber olmaz. Niyə? Nə vaxt gəlirəmsə, belə boş-boş küçələrə gəzirəm özüm üçün. Amma çox nostaljikdir uşaqlar. 90-cı illər həqiqətən belə maraqlıdır. Hamımızın kənd evinə gedəndə qarşılaşdığı bir mənzərə var. Orada yol belə gedir və bitir deyəsən. Ya da ki, palçıqlığa doğru gedir. Gəl biz asfalt tərəfindən gedək. Nəticədə ağıl eləyib, gör nə ilə gəlmişəm. Ağ bir krasovka ilə gəlmişəm. Ona görə də ayağımız batmasın. Deyə bilərsiniz ki, YouTube'a video çəkirsən, ayaqqabını fikirləşirsən, bir gəz gör nə var, nə yox oralarda, deyə də bilərsiniz və deyirsiniz kimi hiss edirəm. Bu arada hava soyuqdur, əlim artıq hiss edirəm ki, üşüyür, bir balaca donubdur. Amma o qədər də sizə deyim ki, yəni donduq havası deyil də, yəni düz dağın ətəyindik təbii ki. Və duman var çoxlu. Yəni dumanlıdır hava. Gələndə Baskalın alt tərəfi İsmailə görəsə qar yağmışdı. Yol əməlli başlayan sağ və sol tərəflər qar idi. Qarqovda Malakan parkı var. Orada mənim günlərim oldu. Ondan özbəz yerdə barisdə işləmişəm. Bir dənə kofe shop var idi, orada işləyirdim. Maraqlıdır. Görəsən Malakanlar Novruz bayramı keçirdir. Kafamda deli sorular. Məncə keçirdir. Burada çoxlu taxta-tuxta var. Yığıblar ki, çərşənbə axşamında yandırsınlar. Taxta-tuxtalar uşaqlar gördüyümüz kimi. Ay, bu iPhone-da niyə çartmayıbsınız o bir tərəfi çöndürək kameranın gülü kimi? Android-də heyf deyildi. Düyməni basırsan, keçir o bir tərəfi çək. Məsələn, buranı göstərmək istəyirdim mən sizə ki, qardaşlar, burada belə bir şey var. Taxta-tuxta var. Çox güclü informasiyalar verirəm axı. Abi, İvanovkada valla salamatçılıqdır da yəni. Nənələr vardı, YouTube'da görmüşdüm, o qoca nənələr belə nəsə yumru bir taxtası var idi, ip əyrirdi deyirlər, belə iplə xalçamı toxuyurdular, neyirdilər. Elə bir şeylər yəni var idi. Nənə də olsaydı, yəni heç olmasa gedərdi evə bir çəkiliş eləyərdik. Nənə orada ip əyirərdi, biz də baxardıq. Nənə bunu nətər eləyirsən, qalan alaram, maraqlı olardı da. Əvvəldən onsuz da problem yaranırdı, İsmail'in maşını zad yox idi. Gərək gəlməzdimmi? Görəsən dəyəcək mənim bura gəlməyimə, həqiqətən maraqlıdır. Salam əleykum. Mən YouTube üçün vlog çəkirəm. Sadəcə olaraq deyəsən, niyə düzgün vaxta gəlməmişəm. Maraqlı yerlər də açıq buranı qədər tanımıram. Deyə bilərsiniz, hər an çəkə bilərəm, maraqlı bir kadrlar istəyirəm. Qonaqsınız siz də burada. Aha. Aha, başa düşdüm mən sana. Sizin çox vaxtınız almayım. Uğurlar işinizdə. Mən sizə istiqamət verə bilməyəcəm. Təşəkkür. Təbiət yoxdur. Bu tərəfdə biraz təbiəti var, dərəsi var. Dərə var. Başqa nə var bilmirəm başqa. Təşəkkür edirəm. Yorulmayasınız, işlərinizdə uğurlar. Sağ ol, sağ ol. İvanovka, İvanovka. Niyə belə eləyirsən?